Bismillahirrahmanirrahim. Əzizlər, bizimizə gələn mübarək İmam Rza Əleyhisselam mübarək məvlud münasibəti təbrik edirəm. Fövqəladə bir elan var. Rafael qardaşımız var. Onun elə bil 17 yaşlı qız uşağı kəskin böyrək çatışmazından qəflət xəstəxanaya düşüb. Maddiyyat çox çətin vəziyyətdədir. 2 gündən bir dializdadır. Kreatin 800 qalxıb. Bilənlər bilir, çox ağır vəziyyət, həyat təhlükəsindədir. Türkiyə həkimlərlə əlaqəyə girmək üçün 150 dollar onlayn 800 gün konsultasiya 150 dollardır. Bir-iki dənə də analiz vermək olanı 500 manat. Təcili olaraq 800 manat lazımdır. İnşallah Allah'a xatir kim inşallah ki kömək eləmək istəsə, xahiş edirəm 055 570 32 13 nömrəsindən Rafael qardaşın özünə əlaqə qurur. Allah dünya və axirət bizə abad eləsin. Allah'a xatir bir daha müraciət edirəm, xahiş edirəm. Bu beganə qalmayaq. Kimin hər hansı tanışlıq var, iş adamları, xeyriyyəçilər bu məsələdə bizə yardımcı olur. İnşallah ki xeyir xəbərlərdən sizdən bir daha görüşərik.